Qoy gelim ona deyim ki, maşını vurmuşam, mənə pul versin. Ya da nətək deyim, başı elə yaxşısı qoy. Düzünü deyim ona. Düzünü desəm yaxşıdır. Ay İsmail. Ne dedik yine? Salam böyle küfür. Allah'ın bir salamını ver de. Salam. Ay İsmail, ay İsmail. Salam İsmail. İstəmirsən, hardasan indiyə kimi? Haradasan ki? Haradasan? Ay İsmail, dünənlər başıma iş gəldi. Maşını vurmuşam. Ne karımsın? Maşını vurmuşam divara. Uy Allah'ına kurban olun. Öyle söz dedin ki pişmiş soğuğun gülmeye gelir. Niyə? Sen birinci defa diye maşını vurdurursan. Yox. Maşını vurdurmadığın gün var. Bir gün maşının arkasını, bir gün maşının kabağını. Bir gün maşının arkasını, bir gün maşında selamat yer var ha. Vur beni öldür. Sana ben 100 defa demedim ki o maşını alanda sana dedim ki bu arak zehirmarı tercih. Ay kişi, arakla maşın düz gelmir. Ay İsmail. İçkiliydin öyle mi içmiştin Hə, öyle mi? axşam toya getmişdim. Vurdum Ha. nəyi var. Gəldim maşını da vurdum orada dükkanın divarına. Çıkan duvarına vurdun. Ha, indi Niye küçük- maşını vurmaydın da başımı vuraydın da. Niye başını vurdun? Başım üstündə deyildi axı. Başım üstüne. Şimdi ne istemenden? Mənə nə olar qardaşım, axırı da köməklə 200 manat ver. Ne istiyorsun? O dükkanın aparım cəriməsi ödəyim də, divarı da dağıtmışam. Maşın cəhənnəm. Maşın. Ne maşın değilsen sen ona. Ay, Nədir? onda maşınlık kalırsa bana ne? Neynim indi bitər, orasını burasını Ay, düzəldib yazık. sırıyaram da birinə. Apar 5 manat, 3 manat. Ya metollama ver. Seni ecel arıyor orada. Yaxşı görün. Salip, ben pullar yoktu. Et yey benden. Mən sən ümidim sənədir İsmail. Görmüşsən bu haravanı ben bir de baharat çırptığımı? Yox. Görmemsen ki? Yox, sən Çünkü işgül olanda sürmürəm. Bak ona göre. kefdəsən. Et. Əl tutmursan.